indi hal-hazırda. Məni elə qarqış elədi. Qarğış çox pis şey. İnandırım, tutdu. Nə dedi oldu. Necə kəlmə kəlmə, hirsdən dediyi elə bir kəlmə, dediyi hər bir cümlə həyata keçdi. Həyat ürkəşdi. Mən onun dediyi, düz deyə, yəni onun dediyi ilə olmadı da, amma sonra illər sonra mən fikirləşdim, nə dedi oldu. Özünə demişəm barədə. Bilir hər halda, amma Bilir. peşman olub görəsən. Bilmirəm, çətin olar o insan. Biraz elə xasiyyətli insandır ki, çətin olar. Çünki onu bir anaya o kəlməni evladı ilə bağlı, Dəhşət. o kəlməni söyləmək, yəni sənin işin mən nədir, mənim evladımla nə işim var? Yəni, nə dedi oldu? Dəhşət. Bilməm, ağzı faldı. Nə dedi, cümlə bə cümlə. Necə o, özü bir var deyib keçirsən də, bilirsən necə, o qədər hirsli idi ki mənim əlimdən. Neynəsin, onun bildiyi mən idim də, bilmədi ki, yəni nələr baş verdi də. Yəni, mən də deyilib də eləmişəm. O qədər hirsli idi, ayrıntıları ilə, detalları ilə söylədiyi hər bir qarğışı Təpədən dırnağa yaşadım. təpədən dırnağa yaşadım. At çəkməyəcəm, çünki indi çox yaxşı münasibətim var. Fikirləşirdim ki, bəlkə mən o adamı heç bir zaman bağışlamaram. Hələ də dediyi ah, hələ də mənə dediyi o ah naləsi, o belə deyək də qarğışı, belə deyək. Onda hər şey düzgün idi, yaxşı idi mənim həyatımda. Heç bir şey baş verməmişdi. O kəlməni, mən onda bəlkə də onu dedim, ayıbdır, adam belə söz deyə. Olur da insanın şəxsən öz problemi olmur. Amma bunu etmək lazımdır. Yəni, hələ də təzə-təzə sən o verilişdə yeni başlayırsan və sən deyilənləri eləyirsən. Bəli, nələrinsə xətrinə eləmək məcburiyyətində qalırsan. Deyilənləri eləyirsən və amma sənin o şəxslə heç bir insidentin, heç bir qalmaqalın yoxdur. Sadəcə mənə belə deyilib, mən də eləyirəm. Sağ olsun redaktorumuz da lap belə kökündən vurdu. O məsələni, o sujeti həyata keçirdik və onun qarşılığında elə bir kəlmələr eşitdim. Xətrimə dəymişdi o insanın, özü yox. Sujeti olunan insan yox, yanındakı. Yetəri qədər də tanınmış insandır. Yetəri qədər indi hal-hazırda. Məni elə qarğış elədi. Qarğış çox pis şey. İnandırım, tutdu. Nə dedi oldu. Necə kəlmə kəlmə, hirsdən dediyi elə bir kəlmə, dediyi hər bir cümlə həyata keçdi. Həyat ürkəşdi. Mən onun dediyi, düz deyə, yəni onun dediyi ilə olmadı da, amma sonra illər sonra mən